Abituriyentlərin çoxunun səhv etdiyi bu sual. Sualda deyir ki, səbətdən əvvəlcə 9 alma, sonra qalan almaların sayının 1/3 hissəsi qədər, daha sonra 7 alma götürdülər. Ən çox edilən səhv də buradadır ki, qalan almaların sayı dedikdə burada fərqli qiymət götürür hər kəs. Amma əslində ümumi almaların sayını x qəbul etsək və onun 9-unu götürsələr səbətdən x çıx 9 olur. Daha sonra isə qalanının, yəni yerdə nə qədər qalıb x çıx 9-u götürməliyik burada. Amma burada hər kəs fərqli bir qiymət götürür. Bunun 1/3 hissəsi və daha 7 dənə götürdülər. Sonda isə səbətdə almaların yarısı qədər alma qaldı. Yəni x bölünsün 2 qədər alma qaldı. Burada bu tənliyi həll edib x-i tapmalıyıq. X çıxılsın 9, mənfi x-i 3/1-ə vuranda 3/1x. Burada mənfilər bir-birinə vurduq, müsbət elədi. 9-u da 3/1-ə vuranda 3 çıxılsın 7 bərabərdir x bölünsün 2-yə. Buradan alarıq ki, 3/2x çıxılsın 2/1x bərabərdir 13. Buradan da taparıq ki, 6-da 4x çıxılsın 3x bərabərdir 13. X bölünsün 6 bərabərdir 13. X bərabərdir 78-ə. Deməli, səbətdə, ümumilikdə 78 alma var imiş. Bu tip videoların davamı üçün kanalımıza abunə olmağı unutmayın.